Bulka mı, qoğal mı? Hər ikisini eyni anda sevənlər üçün məhz bu resept sizlər üçündür. Yuxa yaya bilməyən xanımların ürəyincə olacaq bu resepti sizinlə bölüşmək istəyirəm. Qaba 2 stəkan ilik su, 5 xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta, yarım stəkan bitki yağı, 1 çimdik duz, 1 çay qaşığı maya əlavə edib bunları qarışdırıb aparana qədər un əlavə edib yumşaq ələ yapışmayan xəmir yoğururuq. Xəmirin üzərini salafan klokla örtüb gözlədirəm ki, xəmir özünə gəlsin. Xəmir özünə gələndə havasını alıram. Havasını aldıqdan sonra üzərini və altını biraz unlayıb əlimlə yaya bildiyim qədər yayıram. Əlinizlə nə qədər yaya bilirsiniz, o qədər yayın. Yayılmayan hissəsini oxleydən istifadə edin. Daha sonra ev şəraitində yumşalmış yağı üzərinə hər tərəfinə gəzdirin. Üst-üstə qatlayıb, üzərinə klok keçirdik, yenidən soyuducuda gözlədirik. Burada isə içlik düzəldirəm. İçlik üçün şəkər tozu, un, vanil, yağdan istifadə etmişəm. Bunları yaxşıca qarışdırıram. Soyuducudan götürdüyüm xəmirim görürsüz, yenidən gəlibdir, yəni qabarıbdır. Yenidən yayıram bu format və yumşalmış yağ ilə hər tərəfini yağlayıb içliyin tamamını boşaldıram bura və hər tərəfinə gələcək şəkildə içliyi yayıram. Daha sonra isə rulet formasında bükürəm. Çox asan hazırlanır. Əgər videomu bura qədər izlədirsəz, videoya like atıb abunə olmağı unutmayın. Yorumlara bir ürək belə buraxsaz kanal üçün çox böyük dəstək olar. Bunu etsəniz çox sevinərəm. Rulet formasında etdiyim xəmiri bu formada kəsirəm və həmən də yağladığım soba listinə qoyuram. Soba listində üzərini örtüb təxminən 15 dəqiqə gözlədirəm ki, xəmirlər daha da köpsün. Daha sonra üzərinə yumurta vurub 180 dərəcədə isidilmiş sobada üstü altı qızarana qədər bişirirəm. Üzəri xıt-xıt, içi yumuşaq, çox ləzzətli, qoğal dadında bulkalarımız hazırdır. Siz də hazırlayıb nuş edə bilərsiniz. Əgər videonu bəyəndiysə kanala abunə olmağı, bu cür videolardan xəbərdar olmaq üçün fərdləşmiş abunəlikləri aktiv edərək kanala yüklənən videolardan ilk xəbərdar ola bilərsiniz. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Videonu bəyənib yorum yazmağı unutmayın. Hələlik.